Xaçmaz rayonunda yerləşən fermalardan birində iri buynuzlu heyvanlar oğurlanıb. Vətəndaş aidiyyatı qurumlardan kömək istəyir. Hadisə İlxıçı kənd ərazisində durduğumuz bu fermada baş verib. Təsərrüfat sahibinin 12 baş mal qarası oğurlanıb. Sahibkara təxminən 30 minə yaxın ziyan dəyib. Uzun illərdir təsərrüfatla məşğul olan Quba rayonunun Rük kənd sakini Şövkət Zeynalova yaxın günlərdə bankdan pul götürərək təsərrüfatını böyüdüb, heyvanlarının sayını artırıb. Şəraitinin yaxşılaşacağını düşünsə də oktyabr ayının 26-sında axşam saatlarında baş verənlər onun bütün ümidlərini alt-üst edib. Axşam vaxtı hardasa saat 6 olardı. Saat 6-da gəlib götürüblər mənim malımı. Mal axşamacan yatağın yanında olub burada. Güdüblər bizi, gözləyiblər bizi. Biz elə təsərrüfatla məşğul olan kimi gəlib götürüb malımı aparıblar. Bank pulunu almışam, dövlət pulunu almışam mən o heyvanı. Hardasa mənə 30 minə yaxın ziyan deyib. Bir dənə buzovum qalıb, o da qonşu yataqdan. Qonşunun malına qarşı. O heyvanlarının tapılmasını oğurluq edən şəxslərin cəzalandırılmasını istəyir. Xahiş edirəm, mənim mal tapsınlar. Faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır. Emin Vaqifoğlu, Fidan Səfər, Space xəbər, Xaçmaz.